Mənim uşağım bir ildə əziyyət çəkir. Bir ildir mənim uşağımın gecəsi gündüzü yoxdur. Bir ildə mən o bütün uşaqlığını, bütün əyləncəsini, hər şeylərindən olmuşam. Maddi mənəvi biz bütün il boyu ailəli kimi sıxıntı çəkmişdik. Ben kvartiyat qala sıxışdıra gecə neçəyə qədər təlim keçə mən uşağımı hazırlıqlara göndərmişəm. Valideynlər sentyabr ayından övladlarını hazırlıqlara qoyub. Bu vaxt ərzində isə hər ay 300 manata yaxın kursa pul ödəyiblər. Üstəlik ildə bir neçə dəfə sınaq imtahanları təşkil olunub və onlara da ödəniş ediblər. İndi imtahana 20 gün qalmış bu qərarın verilməsi valideynlərin narazılığına səbəb olub. İlin demək olar yarısından çoxunu biz hər ay, ayda bir dəfə, 2 dəfə lisey və gimnaziyalara sınaq imtahanına övladımızı yollamışıq. Hətta hal-hazırda may ayının 31-nə, iyun ayının 1-nə sınaqlar var. Həmin sınaqlara bilet alan insanlar var. Bu qəbul imtahanı olmayacaqdırsa, bu sınaqların təşkil olunmasına niyə icazə verilirdi? Niyə bu qərar sentyabrda və yaxud ilin ortasında, yanvarda bu qərar verilməyib? İndi imtahana 20 gün qalmış bu qərarı verirlər. Gecə-gündüz çox böyük əzmlə, çox böyük ruh yüksəkliyindən çalışıbdı. Sınaq imtahanlarında hər ay iştirak edib, çox yaxşı ballar toplayıbdı. Yəni ümidimiz böyük idi. Bu qərar ən azından bu ilki şagirdlərə deyil, yeni tədris ilində təhsil alacaq 6-cı siniflərə şamil olunsun. Bu boşda əziyyət çəkir uşaqlar. Gözləyirdik ki, indi 10 gündən sonra, 15 gündən sonra imtahan olacaq. Özü hər həftənin sonu o imtahanlara getdik, yaxşı gözəl də ballar topladı. İndi belə qərar çıxartdı, yazıq uşaq da, özümüz də bu boşda maddi əziyyət çəkmişik. Təhsil institutundan sorğumuza cavab olaraq bildirildi ki, bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir. Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir. Bu səbəbdən lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Bəs yeni qərar bu il qəbul olmaq istəyənlərə şamil ediləcəkmi sualına cavab olaraq qurumdan deyildi ki, liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq. Ağcəl Əskərli, Mədnə Niknəcat, Rüfət Bayramov, ATV Xəbər.